Mən imtahana hazırlaşmaq üçün DocTest tətbiqindən istifadə edirəm. Lakin buradakı sualların əksəriyyəti köhnədir. Həmçinin suallar üzrə bəzi səhv cavablar düzgün olaraq qəbul edilir. Sualım belədir ki, sertifikasiya test sualları yenilənirmi? Hazırda sertifikasiya sual bazası yenilənməkdədir. Bu yenilənmə qanunvericiliyə uyğun olaraq tədricən aparılır və hər il ümumilikdə 20% təşkil edir. Yenilənmə ilə yanaşı sual bazasında öz aktuallığını itirmiş bir sıra suallar çıxarılır. Lakin təəssüflə qeyd edilməlidir ki, hazırda tibb işçiləri əvvəlki illərdə istifadə edilmiş bir çox hallarda isə hazırki test bazasında mövcud olmayan suallar və ya bu suallar toplusu üzərində hazırlanmış tətbiqlərdən istifadə edirlər. Təbii ki, tibb işçiləri bu tətbiqlərdə istifadə edilmiş və müasir təbabətdə öz aktuallığını itirmiş sualları gördükdə haqlı narazılıq yaranır. Sertifikasiya imtahanlarına hazırlaşmaq məqsədi ilə Sertifikasiya Şurasının saytında test nümunələri qeyd edilib. Bu nümunələrdə ilk növbədə testlərin hazırlanması zamanı istifadə edilmiş ədəbiyyat göstərilir ki, burada əsas məqsəd tibb işçisini bu ədəbiyyatı və ya klinik protokolu oxumağa sövq etməkdir. Həmçinin tibb işçiləri sertifikasiya imtahanlarında onların fikrinə görə səhv tərtib edilmiş suallara rast gələrlərsə, rahatlıqla müvafiq təsdiq edici istinad ədəbiyyatı təqdim etməklə apellyasiyaya müraciət edə bilərlər.